Eşidəcəyin hər cümləyə xüsusi diqqət et. Sonra eşitdiklərinin timsalında bütün həyatını gözünün önünə gətir və iman tərəzisində çək-çevir et. Bismillah. Anamız Ayşə, Rasulullahın sallallahu aleyhi və səlləm xanımı, hansı ki, Muhammed sallallahu aleyhi və səlləm elə onun evində də dəfn olunub. Bəli, anamız Ayşə radiyallahu anhə övladı olmadı. Ömür boyu bir övlad səsinə həsrət yaşadı. Məryəm aleyhissalam həyatı boyunca bir həyat yoldaşına söykənmədi. Asiyə, Fironla, yəni ən çətin həyat yoldaşı ilə sınağa çəkildi. Xədicə radiyallahu anhə qəlbinin huzurunu və həyat yoldaşını 40 yaşında tapdı. Fatimə radiyallahu anhə maddi imkanı az, amma dəyəri böyük olan bir həyat yaşadı. Heç birinin həyatı problemsiz deyildi, amma onların hamısı imanları və səbirləri ilə ən uca qadınlar arasında yad edildi. Deməli, gec qalmaq, tək qalmaq, maddi çətinlik yaşamaq və ya yanlış insanların içində olmaq insanın dəyərinin az olduğu demək deyil. Hər kəsin vaxtı fərqlidir. Hər kəsin imtahanı başqadır. Doğru insan, doğru zaman və doğru qapı bəzən səbrin arxasında gizlənir. Sən çatışmazlıq sandığın yer bəlkə də səni ucaldan yerdir. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.